Yaxşı, bəs bu Azərbaycanlılar Türkiyədə nə işləyir? Gəlin biraz dedikodu eləyək. Azərbaycanlılar Türkiyədə çox yüksək vəzifələrdə işləyən Azərbaycanlılar da var, çox aşağı səviyyədə işləyənlər də var. Yəni bilirsiniz necədir? Əslində bu sadəcə bizə aid bir şey deyil, yəni. Misal üçün Türklər də Almaniyada məsəl üçün və yaxud Amerikada çox belə bəsit işlər. Baxsan ki, burada çox yüksək ixtisası var, yaxşı ixtisası var. Gedir amma xarici bir ölkədə ya kurye olur, ya ofisiant olur, ya qabıyan olur və s. Yəni bu vətəndaşı olmadığınız ölkənin xaricinə çıxanda artıq biraz şərtlər çətinləşir. Yəni bu xarici ölkədə yaşayan Azərbaycanlılar məni çox yaxşı başa düşər. Yəni Azərbaycanda müəllim işləyib gəlib burada da müəllim işləyə bilmək elə asan deyil. Azərbaycanda vəkil olaraq işləyib gəlib burada da vəkil olaraq işləyə bilmək elə asan deyil, yəni. Mümkünsüz deyil, amma asan da deyil, yəni. Bunu keçmək üçün müəyyən proseduralar lazımdır, biraz çətinliklər lazımdır. Misal üçün burada çalışan qadınlar var, Azərbaycanlı qadınlar əksər vaxt nə idi çalışırlar? Gəlirlər misal üçün firmalarda çalışırlar, firmalarda, fabriklərdə çalışırlar, asgari ücretlə çalışırlar və yaxud xəstə baxırlar. Xəstə baxanlarda bəzən onlar üçün oturma izni alırlar, çalışma izni alırlar, üzr istəyirəm. Bəzən almırlar, gizli, qaçaq olaraq baxırlar xəstəyə və yaxud turizm sektorunda işləyən Azərbaycanlılar var, turizm olaraq əsas çox vaxt şeydə işləyirlər. Reception'da işləyirlər. Dediyim kimi, yüksək səviyyədə də işləyənlər var, amma ümumisi çoxu hətta yəni çalışma izni olmadan da işləyə bilər, amma bu doğru bir şey deyil. Yəni tutulduğunuz müddətdə çalışma iznini almayan işverənə də çox böyük bir cəriməsi var, sizə də cəriməsi var, sizi deport edirlər. Yəni ona görə deyəcəklərim bu qədər.